Azərbaycan-Almaniya strateji dialoqu Qərbin Avropa ilə Asiyanın qovşağında strateji maraqları, referendum Paşinyanın siyasi taleyinə necə təsir edəcək? Gündəm dinamik olsa da, hazırda əsas mövzu dövlət başçısının rəsmi görüşləridir. Bəs görək Xalq qəzeti 22 iyul 2026-cı il tarixli nömrəsində bu hadisələri necə işıqlandırıb? Qəzetimizin birinci səhifəsində iyulun 21-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Almaniya Federativ Respublikasının prezidenti Frank-Walter Steinmeier ilə görüşmək üçün Berlindəki Villa Borsig iqamətgahına gəlib. Həmçinin bu səhifədə digər maraqlı məqalələrin anonsuna da rast gələcəksiniz. Qəzetimizin 2-ci, 3-cü və 4-cü səhifələrində Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasının prezidenti və federal kansleri ilə görüşləri, eləcə də digər rəsmi xəbərlər var. Keçirik siyasi arenaya. Qəzetimizin 5-ci, 6-cı səhifəsində siyasi məqalələr var. 6-cı səhifə referendum Paşinyanın siyasi taleyinə necə təsir edəcək başlıqlı məqalədə qeyd olunur. Ermənistan növbəti dəfə seçim qarşısındadır. Bu dəfə söhbət yalnız Avropa İttifaqı ilə Avrasiya İttifaqı arasında geosiyasi üstünlük məsələsindən getmir. Qarşıdakı proses Nikol Paşinyanın hakimiyyətinin siyasi gələcəyi, Ermənistanın xarici siyasət kursu, Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqlar baxımından əhəmiyyət daşıyır. Məqalənin ardında oxumaq üçün 6-cı səhifəyə nəzər sala bilərsiniz. Qəzetimizin 7-ci səhifəsində siyasi yazılar və dünyadan xəbərlər bloku var. Keçid alırıq 8-ci səhifəyə. Bu səhifə isə iqtisadiyyat bölməsidir. Məlumata görə zəmilərin 86%-də taxıl biçini yekunlaşıb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış mərkəzi qərargah məlumat yayıb. Eyni zamanda ölkədə 35 startap şəhadətnaməsi verilib. Bu ilin yanvar-iyun aylarında Kiçik və Orta Biznesin İnkişaf Agentliyinə startap şəhadətnaməsi almaq üçün mikro və kiçik sahibkarlıq subyektlərindən 87 müraciət daxil olub. Qəzetimizin 9-cu və 10-cu səhifəsində Nazirlər Kabinetinin qərarları var. 11-ci səhifədə isə aktual mövzularla bağlı yazılar qeydə alınıb. Keçid alırıq günün əsas məramına. 12-ci səhifədə 22 iyul Milli Mətbuat və Jurnalistika günü ilə bağlı yazılar qeydə alınıb. Bu səhifədə Milli Mətbuatın banisi Həsən bəy Zərdabi və Əkinçi qəzeti, eləcə də çağdaş jurnalistikanın inkişafı haqqında yazılar qeydə alınıb. Biz də bütün həmkarlarımızı təbrik edirik. Cəmiyyət həmişə dürüst sözə, peşəkar təhlilə və məsuliyyətli mövqeyə ehtiyac duyur. Çünki mətbuatın gücü yalnız yazılan xəbərlərdə deyil, həqiqətə söykənən sözdə, xalq arasında etimad qazana bilməsindədir. Regionlarda nələr baş verir? Bu haqda məlumat almaq üçün qəzetimizin 13-cü səhifəsinə nəzər sala bilərsiniz. Keçid alırıq 14-cü səhifəyə. Bu səhifədə ictimai xadimlərlə bağlı yazılar qeydə alınıb. Görkəmli botanika alimi Cəlal Əliyev, tanınmış publisist, kinosenarist Rəfiqə Məsud, jurnalist Təranə Muxtarova ilə bağlı yazıları görürük. Qəzetimizin 15-ci səhifəsində elanlar yer alıb. Bakı Biznes Universiteti qeyd olunan vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir. Mühasibat Uçotu kafedrasının müdiri 1-ci yer, İqtisadi Nəzəriyyə kafedrasının müdiri 1-ci yer, Humanitar Elmlər kafedrasının müdiri 1-ci yer. Müsabiqədə iştirak etmək istəyən namizədlərin sənədləri bu elan dərc olunan gündən bir ay müddətində şənbə və bazar günləri istisna olmaqla saat 10:00-dan 17:00-dək Bakı Biznes Universiteti kadrlar şöbəsində qəbul edilir. Keçid alırıq qəzetimizin sonuncu, yəni 16-cı səhifəsinə. İlqar Rüstəmov yazır ki, dünya çempionatı proqnozları dəyişdi. Lamin Yamal qızıl topun yeni favoritidir. Finaldan bir neçə gün keçməsinə baxmayaraq mükafatın favoritlərini müəyyən etmək olduqca çətindir. Günlərdir ki, futbol ekspertləri və şərhçilər artıq media səhifələrində onları müəyyənləşdirməyə cəhd göstərirlər. Biz də müəyyən təhlillərə istinad edərək dünyanın ən yaxşısı adına və qızıl topa həqiqətən iddialı olan bəzi ulduzların şanslarını qiymətləndirməyə çalışmışıq. Bəs görəsən qızıl topun həqiqi sahibi kim olacaq?